Salam, hər vaxtınız xeyir olsun değerli izləyicilərim. Bugünkü videomda sizlərə yeni süfrənizdə rahatlıqla hazırlaya biləcəyiniz möhtəşəm bir salat hazırlayıram. Salat üçün bizə lazım olan yumurta, kartof və toyuğun sinə ətini əvvəlcədən qaynadıb soyutmuşam. 3 ədəd yumurtadan istifadə etdim. Kartoflar iri olduğu üçün 2 ədəd iri kartofdan istifadə etdim. Biri artıq qaldı. 1 ədəd bütöv toyuğun sinə ətindən, 2 ədəd təzə xiyar, 170 qram Holland pendiri və 1 banka, yəni 340 qram qarğıdalı konservi, duz, istiot və mayonezdən istifadə etdim. Əvvəlcə 170 qram Holland pendirini sürtkəcin ən kiçik gözündən keçirdirik. Salatı hazırlayacağımız formanın içərisinə də streç səririk ki, salat hazır olduqdan sonra formanı çevirərkən içərisindən rahatlıqla çıxsın. Mənim hazırladığım bu gördüyünüz keks qəlbi də adi uzun sov keks qəlbindən istifadə edirəm. Bunun uzunluğu 30 santimetrdir, eni isə 11 santimetrdir. Amma məsələn sizlərdə ola bilər ki, bu formadan olsun və biraz uzunluğu qısa olsun. Yəni uzunluğu qısa olsa da fərq etməz, onu da içərisində hazırlaya bilərsiniz. Əvvəlcə gördüyünüz kimi pendiri, Holland pendirini sürtkəcin ən xırda gözündən keçirtdik və formanın ən alt hissəsinə Holland pendirini əlavə edirik, qabımıza yaydıqdan sonra üzərinə də mayonez əlavə edirik və mayonezi də qaşıq vasitəsilə yayırıq. Formanın ən alt hissəsinə əlavə etdiyimiz bu Holland pendiri salatımızın ən üst qatı olacaq. Dəyərli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Bəyənirsinizsə mütləq yaxınlarınızla da paylaşın. Gördüyünüz kimi pendirin üzərinə mayonez əlavə etdim, yaydım və üzərindən də 340 qram qarğıdalı konservi əlavə etdim. Təbii ki, qarğıdalı konservini də mütləq süzgəcdən suyunu tamamilə süzmək lazımdır. Daha sonra isə salatın üzərinə əlavə edirik. Bunu da yayırıq ikinci qatda və üzərinə mayonez əlavə edib yenə də mayonezi də qaşığın arxa hissəsi ilə hər tərəfinə yayırıq. Üçüncü qatda isə təzə xiyardan istifadə edirəm. 2 ədəd iri ölçüdə təzə xiyardır. Xiyarları da xırda-xırda, kub-kub olmaqla doğrayıram. Onu da nəzərinizə çatdırım ki, əgər salatı hazırlayıb sabaha saxlayacaqsınızsa, onda mütləq xiyarı doğradıqdan sonra ovucunuzun içərisində onun suyunu sıxın, atın. Çünki xiyar salata su salır. Amma mən hazırladığım gün elə yeyib bitirdiyimizə görə, ona görə suyunu sıxmağa ehtiyac qalmadı. Yəni suyunu sıxmadım. Çünki salat qalmadı. Elə hazırladım. Yarım saat soyuducuda dinləndikdən sonra nuş etdi, yəni yeyildi, bitdi. Yox, əgər yenə də qeyd edirəm, səhərə saxlayacaqsınızsa mütləq bu xiyarları doğradıqdan sonra ovucunuzun içərisində hissə-hissə götürün, suyunu tamamilə sıxın, atın. Daha sonra isə xiyarları belə salatın üzərinə əlavə edin. Xiyarın üzərinə qətiyyən duz əlavə etmədim. Çünki duz əlavə etsək, o yenə də öz suyunu sala bilər. Ona görə xiyarın üzərindən duz əlavə etməyinizi məsləhət görmürəm. Sadəcə üzərinə mayonez əlavə edirik və qaşıqla hər tərəfinə mayonezi yayırıq. Dördüncü qatda isə 3 ədəd soyutma yumurtadan istifadə edirəm. Qeyd edim ki, mütləq yumurtadır, kartofdur, toyuğun sinə ətidir. Bunları qaynadarkən tam soymasını gözləyin. Yəni isti-isti qətiyyən doğrayıb salata əlavə etməyin. Tam soyusun. Tam soyduqdan sonra artıq doğrayıb istifadə edə bilərsiniz. Doğradığımız 3 ədəd yumurtanı da salatın üzərinə əlavə edirəm. Hər tərəfinə yaydıqdan sonra artıq yumurtanın üzərinə bir qədər duz və qara istiot səpirəm. Biraz baxın, qaşığın arxa hissəsi ilə mütləq çalışın, biraz presləyin ki, həm salatın qatları səliqəli alınsın, həm də ki, qaşığın arxa hissəsi ilə mayonezi yaydıqda mayonez rahatlıqla yumurtanın üzərinə yayılsın. Daha sonra isə gördüyünüz kimi 1 ədəd bütöv toyuğun sinə ətindən istifadə edirəm. Qaynatmışam, tam soyduqdan sonra sümüklərindən ayırıb, doğrayıb salatımıza əlavə edirəm. Əgər istəsəniz, hazır toyuğun filesindən də ala bilərsiniz. O zaman 2 ədəd file alsanız bəs edəcək. 2 ədəd sümüksüz filə alıb istifadə edə bilərsiniz. Yəni fərq etməz. Toyuq varsa 1 ədəd iri ölçüdə toyuğun bütöv sinə ətini götürün, istifadə edin. Yoxdursa hazır 2 ədəd filə də alıb istifadə edə bilərsiniz. Və bunu da gördüyünüz kimi kub-kub doğradım biraz xırda şəkildə. Salatın üzərinə əlavə etdikdən sonra qaşığın yenə də arxa hissəsi ilə üzərini presləyirəm. Mütləq sizlər də bu cür edin. Presləmədikdə mayonezi əlavə edərkən siz onu qaşıqla belə yayanda qaşığa yapışacaq. Ona görə mütləq presləyin ki, mayonezi əlavə etdikdən sonra qaşıqla yayanda rahatlıqla yayılsın.
Toyuğun sinə ətini də üzərinə duzun, qara istiotunu əlavə edirəm. Sonra mayonezi əlavə edirəm, yayıram. Ən son qat olaraq kartofdan istifadə edirəm. Burada mən 3 ədəd kartof qaynatmışdım, amma ikisindən istifadə etdim. Çünki kartoflarım çox iri ölçüdə olduğu üçün 2 ədəd kartof bəs etdi. Reseptdə də mən 2 ədəd iri ölçüdə kartof yazacağım. Çünki 3 ədəd artıq oldu, yəni birini istifadə etmədim. Amma kiçik ölçüdə olarsa yenə də 3 ədəd, 4 ədəd götürə bilərsiniz. Bu artıq qalır kartofun ölçüsünə. Mənim istifadə etdiyim kartoflar yenə də qeyd edirəm, iri ölçüdə olduğu üçün 2 ədədi yetərincə bəs etdi. Kartofları da kub-kub doğrayıb əlavə edirik. Görürsüz, yenə qaşıqla presləyirəm üzərini və üzərinə yenə də duz və biraz da qara istiot səpirəm. Mayonezi də əlavə edib üzərinə yaydıqdan sonra və üzərini örtüb yarım saatlıq, mütləq saata baxırıq, yarım saatlıq soyuducunun adi gözündə, yəni buzluq olmayan adi gözündə salatımızı gözlədirik. Baxın, burada da sizə göstərirəm ki, kartofun biri artıq qaldı. Çünki istifadə etdiyim kartoflar çox iri idi. Baxın, kənarında qalan salafanları üzərinə gətirirəm belə. Orta hissəsi açıq olduğuna görə orta hissəsinə yenə də mən striç sərirəm. Və beləcə soyuducuya yerləşdirib saata baxıram. Tam 30 dəqiqə müddətində salatımızı soyuducuda saxlayıram. Bu yarım saat müddətində salatımız həm dinlənmiş olur, həm də ki öz formasını alır. Yarım saat keçdikdən sonra salatı soyuducudan götürürəm, üzərindəki striçi açıram və kənar hissələrində olan striçləri də açıb, üzərinə yerləşən, yəni onun ölçüsünə uyğun olan bir qab yerləşdiririk və qabımızı baxın çeviririk, formanı çeviririk. Bu cür çevirdikdən sonra içərisində də striç olduğu üçün çox rahatlıqla formadan çıxır, qətiyyən yapışması olmur. Baxın, hətta burada məndə salafanla birlikdə qabdan çıxdı, çox rahatlıqla çıxır və sonda isə üzərinə dekor edirik. Üzərinə bəzək vermək üçün yeni ilə uyğun olaraq mən şüyüddən və nar dənələrindən istifadə etdim və bu da salatımıza çox gözəl bir görünüş verdi. Hətta onu da qeyd edim ki, nar sevirsinizsə bu salatın bir qatına istəsəniz nar da əlavə edə bilərsiniz. Çünki nar da bu salata çox yaraşır. Mən özüm də narlı salatları çox sevirəm. Düzdür, reseptdə nar yox idi, amma istəsəniz zövqə görə bir qatına qeyd etdiyim kimi nar da əlavə edə bilərsiniz. Sonda isə nar və şüyüdlə salatıma kiçik toxunuşlar etdim və çox gözəl bir görünüş vermiş oldum. Gördüyünüz kimi həqiqətən də çox gözəl alındı. İnanın ki, görünüşü qədər dadı da çox gözəldir. Yeni süfrənizdə hazırlayacağınız ən gözəl salatlardan biri olacaq. Süfrəyə də çox yaraşacaq. Sizlər də hazırlayasınız. Geri dönüşlərinizi gözləyəcəm. Göz haqqınızı halal edin. Videonu bəyənməyi unutmayın. Yeni videolarda görüşmək ümidiyle sağ olun, salamat qalın.